Bakıda motosiklet sürücüsü qəfil manevr edib, yol polisi isə onda irad tutub. Onların səmimi söhbəti sosial şəbəkələrdə yayılıb. Ehtiyatlı ol, az qala o səni vurmuşdu. O səni vursa dəmirdir, bu feri əziləcək. Amma sənin ən yaxşı halda ayağın qırılacaq deyə yol polisi motosiklet sürücüsünü diqqətli olmağa çağırıb. Salış elə şey eləmə, motor sürücü. O dəmirdədir, sənə qoruyan heç nə yoxdur, ehtiyatlı ol. Mən bilmədi tərəfsiz. Bilirəm, sən yaxşı niyyətlə elədin, bilirəm, mən sənə görə deyirəm, ehtiyatlı ol. Ona nəsə olsa kırılsa əziləcək, amma sənə nəsə olsa ayağın qırılacaq, ən yaxşı ehtimalda. Baş Dövlət Yol Polisi İdarəsi olaraq 8 mart Beynəlxalq Qadınlar Günü münasibətilə bütün xanımları təbrik edir. Həmin gün yol hərəkətində iştirak edən hər kəsin diqqətli və məsuliyyətli davranmasının vacibliyini bir daha xatırladırıq. Bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin sürücülərə müraciətində qeyd edilib. Bildirilib ki, bu il 8 martın həftə sonuna təsadüf etməsi şəhərdaxili yollar və əsas magistrallarda, istirahət mərkəzlərinə və rayonlara gedən yollarda nəqliyyat vasitələrinin və sərnişin axınının artacağını göstərir. Bu isə sürücülərdən və piyadalardan daha çox diqqət və məsuliyyət tələb edir. Sürücülər sükan arxasında diqqətli olmalı, sürət həddinə riayət etməli, piyada keçidlərindən yalnız nəzərdə tutulmuş qaydalara uyğun istifadə etməlidirlər. Yolda tələskənlik, qaydalara laqeyd yanaşmaq və diqqətsizlik xoş olmayan hadisələrlə nəticələnə bilər. Piyadalar da yollarda ehtiyatlı davranmalı, qəfil yolun hərəkət hissəsinə çıxmamalı, yalnız müəyyən olunmuş keçidlərdən istifadə etməlidirlər. Unutmayaq ki, hər birimizin sağlamlığı və təhlükəsizliyi ilk növbədə özümüzdən asılıdır. Bayram günlərini xoş xatirələrlə yadda saxlamaq üçün yol hərəkəti qaydalarına əməl edək, deyə müraciətdə qeyd olunub.